Elhamdülillah və salatu və səlam alə nəbiyyə bədəha. Ailə məsələləri, ərin öz yoldaşına münasibəti necə olmalıdır? Birinci hissə. Uca Allah Quran-ı Kərim Rum surəsi 23-cü ayəsində buyurmuşdur. Ünsiyyətdə rahatlıq tapasınız deyə sizin üçün özünüzdən zövcələr yaratması, aranızda məhəbbət və mərhəmət salması da onun dəlillərindəndir. Həqiqətən bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. Nisa surəsinin 19-cu ayəsində isə belə buyurulur. Qadınlarınızla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun. Allahın ayələrini həyatının hər bir sahəsində mükəmməl formada tətbiq edən, bəşəriyyətə örnək olan Muhammed Peyğəmbər də sallallahu aleyhi və səlləm də qadın və kişi arasında xoş münasibətin və saf məhəbbətin yaranma formalarını öz ümmətinə öyrətmişdir. İslam dinini yaşayan kişilərin demək olar ki, əksəriyyəti İslam qadınlarına ayırdığı yer haqda xəbərsizdir. Peyğəmbərin sallallahu aleyhi və səlləm öz həyat yoldaşları ilə Allahın əmr etdiyi tərzdə necə gözəl rəftar etməsi və onlara ən gözəl üslubda münasibət qurması haqqında bir çox hədis vardır. Həyat yoldaşına qarşı daim əxlaqlı ol və özünü ona xeyirlə tanıt. Uca Allah öz Peyğəmbəri haqqında Quranda Qələm surəsində demişdir. Həqiqətən də sən böyük əxlaq sahibisən. Peyğəmbər sallallahu aleyhi və səlləm isə demişdir. Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olandır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan isə mənəm. Tirmizi. Bəzi insanlar elə zənn edirlər ki, İslam dini qadın haqlarını sıxışdırır, daraldır. Əslində isə İslam dini qadını yüksək məqam ayırmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun. Çünki siz onların Allahın bir əmanəti olaraq aldınız. Buxari Müslim. Qiyamət günü kişi öz həyat yoldaşı haqqında sorğu-sual ediləcək. Həyat yoldaşının onun xoşuna gələn ad ilə və ya ləqəblərlə çağırın. Buxari Müslimə rəvayət etdikləri hədisdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhaya müraciət edərək deyirdi. Ey Ayş, ey Ayş, Cəbrail aleyhissalam sənə salam göndərir. Həmçinin Ayşəyə Ağbəniz deyərək səslənirdi. Həyat yoldaşına daima onun sənin üçün çox dəyərli olduğunu bildir. Ayşə Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə Ummu Zər və Əbu Zərin əhvalatını danışdı. Əbu Zər həyat yoldaşı Ummu Zərə yaxşı ər olmuş, onunla çox gözəl rəftar etmişdi. Lakin sonra onunla ayrılmışdı. Peyğəmbər sallallahu aleyhi və səlləm isə Ayşəyə belə demişdi. Əbu Zər Ummu Zərə əziz olduğu kimi mən də sənə əzizəm. Ancaq mən səninlə boşanmayacağam. Əl-Buxari. Həyat yoldaşına vaxt ayır. Onunla gözəl vaxt keçirməyə çalış. Sənə maraqlı olmasa belə onunla söhbətini dinlə. İmam Müslim rəvayət olunan bir hədisdə deyilir ki, bir gecə Ayşə bir yerə toplanıb öz həyat yoldaşları barədə heç bir şeyi gizlətmədən danışacaqlarını söz vermiş. 11 qadına əhvalatını danışdı. Peyğəmbər sallallahu aleyhi və səlləm də bu əhvalatı diqqətlə qulaq asdı. İnsanlar öz həyat yoldaşını sevdiyini deməkdən belə çəkinmə. Çünki eşidənlər bu sözlərin ona çatdırılacaqlar və o isə eşitdikdə çox sevinəcək. Bir dəfə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm insanlardan ən çox kimi sevdiyini soruşdular. Ayşəni deyə cavab verdi. Bəs kişilərdən kimi sualına onun atasını deyə cavab verdi. Yəni Əbu Bakr radiyallahu anh. Günah işlər xaricində həyat yoldaşının şəxsi maraqlarını hörmətlə yanaş. Peyğəmbər sallallahu aleyhi və səlləm öz həyat yoldaşlarının rəfiqələrinin ara sıra onlara ziyarət etmələrini, həmçinin həyat yoldaşlarının xəstələri ziyarət etmələrini etiraz etməzdi. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm həyat yoldaşı olan Zeynəb anamız öz əli ilə iş görər, qazandığı puldan da sədəqə verərdi. Qeyd edək ki, bütün hallarda qadın görəcəyi iş üçün kişinin izni və razılığı almalıdır. Həyat yoldaşını şad etmək və əyləndir. Ayşədən Allah ondan razı olsun rəvayət olunur ki, bir dəfə Allah elçisi sallallahu aleyhi və səlləm qapıda durdu və bu zaman Efiopiyalıları məscidə qılınc oynadırdılar. Allah elçisi sallallahu aleyhi və səlləm
məni öz əbası ilə örtdü ki, mən onların oyununa tamaşa edə bilim. Mən özümü onun yanında ayrılana dək gedənə qədər bu şəkildə dayandı. Əl-Buxari. Bacardığın qədər israf etmədən həyat yoldaşının malından xərclə və xəsislik etmə. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: 4 dinar vardır. Kasıba verdiyin dinar, qul azad etmək üçün verdiyin dinar, Allah yolunda cihadda xərclədiyin dinar, ailənə xərclədiyin dinar. Bunların ən fəzilətlisi ailəni xərclədiyindir. Həmçinin rivayətdə başqa bir hədisdə Rasulullah sallallahu aleyhi ve sellem demişdi: hər kim savabını yalnız Allahdan umaraq öz varından ailəsinə xərcləyərsə, bu onun üçün sədəqə sayılar. Həyat yoldaşına daima gülümsə. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: öz dini qardaşının üzünə gülümsəmək sədəqədir. Beləcə də öz yoldaşının üzünə də gülümsəmək daha öncədir. Çalış ki, bədənində və ya ağzında xoşagəlməz iyi gəlməsin. Ayşə radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem evə gəldikdə ilk işi dişlərini təmizləmək idi. Müsəlman kişi bu məsələyə diqqət yetirməlidir. Həyat yoldaşınınla oyna, onunla zarafət et, onu tez-tez öp. Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem sahabəsini evləndiyi qadınlar aralarında məhəbbət güclənsin deyə oynaşmağa tövsiyə etmişdir. Həmçinin səfərlərdən birində Peyğəmbər sallallahu aleyhi ve sellem öz sahabələrinin önə göndərərək həyat yoldaşı Ayşəyə ötüşməyə təklif edir. Onlar qaçaraq ötüşürlər. Hədis Əhməd rəvayət edir. Baxın, 50-dən çox yaşı olan Peyğəmbər sallallahu aleyhi ve sellem ölkə başçısı, ordu komandanı olan öz həyat yoldaşına vaxt ayırır, onunla oynayar, onu sevindirərdir. Allah etsə sizlərə, Allah və axirət gününə ümidini bağlayanlara, Allahı çox zikr edənlərə gözəl nümunədir. Ara sıra həyat yoldaşını öz əllərinlə yedir, ona qarşı nəvazişkar ol. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: sən Allahın üzünü diləyərək xərclədiyin sədəqənin, hətta həyat yoldaşının ağzına qoyduğun loxmanı belə əvəzini mütləq alacaqsan. Buxari Müslim. Daima evdən çıxarkən həyat yoldaşını öp. Bu sizin aranızda məhəbbət yaradacaq. Evdə olmadığı müddətcə o səni xatırlayacaqdır. Ayşədən rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem evdən çıxmazdan əvvəl bəzi həyat yoldaşlarını öpər, sonra dəstəmazını yeniləmədən evdən çıxardı. Ayşədən Allah ondan razı olsun rəvayət edir ki, bir dəfə Allah Resulü sallallahu aleyhi ve sellem oruclu ikən həyat yoldaşlarından birini öpdü. Bunu etdikdə Ayşə anamız gülümsədi. Yenə də Ayşədən rəvayət olunur ki, bir dəfə Allah elçisi sallallahu aleyhi ve sellem məni özünə tərəf çəkib öpmək istədi. Mən dedim, mən orucuyam. O isə mən də oruç tutmuşam dedi və məni öpdü. Əl-Nəsai. Əgər həyat yoldaşını xəta etmiş və etdiyindən dolayı dərhal peşmançılıq hissi keçirmişsə, onu bağışlamağa çalış. Ondan qisas alma və cəzalandırma. Uca Allah Quran-ı Kərimdə belə deyir: əgər sizə itaat etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən də Uca Allah böyükdür. Əgər qadın ərinə itaatsizlik edib, inatkarlıq göstərdikdən sonra etdiyindən peşman olarsa, artıq kişi arzuladığını əldə etdiyinə görə razı qalmalı, yoldaşının keçmişdə etdiyini günahlara görə onu məzəmmət etməməli və keçmişdə aralarında baş vermiş xoşagəlməz halları ona xatırlatmamalıdır. Çünki əksər təqdirdə bu yeni şər qapısını yol aça bilər. Ona etibar et. Haqqında heç zaman pis səndə olma və əsassız şübhələrlə düşərək onu hansısa qəbahət üstə yaxlamağa çalışma. Allah elçisi sallallahu aleyhi ve sellem uzun müddət evində olmayan kişinin zina şübhəsi ilə və ya hər hansı bir qəbahəti üzə çıxarmaq səbəbi ilə arvadının yanına gecə vaxtı qəflətdən qayıtmasını qadağan etmişdir. Həyat yoldaşının sıxıntısı olduqda onun qayğısına qal. Mənəvi xəstəliklərini Quran ilə müalicə etməyə çalış. Uca Allah buyurur: biz Quranda möminlər üçün şəfa, mərhəmət olan
ayələr nazil etdik. İsra surəsi 82-ci ayə. Peyğəmbər sallallahu aleyhi və səlləm həyat yoldaşı xanımı Ayşədən rəvayət edir ki, o xəstələndikdə Peyğəmbər sallallahu aleyhi və səlləm ona qarşı çox qayğıkeş olar, onu Quranla müalicə edərdi. İnşallah burada yekunlaşdıram. Qalan ikinci hissəni və üçüncü hissəni növbəti dərslərdə